Hörmətli izləyicilər, Biləcəridə Mida binalarına yaxın ərazidə 10-cu mikrorayon deyilən ərazidə marşrutdan hardasa 300 metr məsafədə 92, 91, 170, 41 nömrəli marşrutlardan 300 metr məsafədə Mida binalarına yaxın ərazidə 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiyməti videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırıram, evin sənədi bələdiyyə sənədidir. Yəni ev yaşayışlı evdir, qoşadaşdan inşa olunub, hardasa bir 15-20 ildir. Evdə yaşayış var, 15 il rahat var. Ev oturmuş bir evdir, sadəcə İncilvari bir azmaz kosmetik xərcə ehtiyac var. Onlar da hamısı nəzərə alınacaq, hörmətli izləyicilər. Gördüyünüz kimi həyətyanı sayəsində rahat maşın daxil olur. Bir maşın rahat daxil olur. Kombi ilə təchiz olunub, ev yenə qeyd edirəm, qoşadaşdan inşa olunub. Demək, ehtiyatçın. Gördüyünüz kimi su çəni qoyulub. Keçirin indi evin içi ilə tanış oluruq. Evə girən kimi dəhlizlə qarşılaşırıq. Görürsünüz, kombi sistemləri hazır var hamısı. Mətbəx mebelinə kombi evin üstündə qalır. Nəzərinizə çatdırım. Bura mətbəx hissəsidir. Evin təmiri normaldır, amma kim istəsə, yəni köhnə təmirdir da. Biraz müasirləşdirə bilərlər, biraz polnaz adına əl gəzdirilməlidir, yəni açıqlısı nəzərinizə çatdırım. Burada bir yataq otağıdır, hardasa 12-14 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyər. Bura qonaq otağıdır, bu da hardasa 20-22 kvadrat olar, 20 kvadrat rahat var. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Keçirik burada bir uşaq otağına. Uşaq otağı da gördüyünüz kimi təmiri normaldır. Burada hardasa ilə 12-14 kvadrat olar. Gördüyünüz kimi təxmini ölçüləri deyirəm. Dəhlizin sonunda sağda sanuzel hissəsidir. Sanuzeldə təmiri normaldır. Gördüyünüz kimi aksesuarlar zatamızın qaydasındadır. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti, start qiyməti demək nəzərinizə çatdırım. 79.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcək ki, son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Yenə qeyd edirəm. Sənədi də bələdiyyə sənədidir. 10-cu mikrorayon ərazisində yerləşir. Demək, Mida binaları, təzə binaları tikilən yerdə yaşayışda var. Hal-hazırda yeri gözəl yerdir. Orada yerləşir. Marşrutdan da 300 metr. 79.000 start qiymət. Qeyd edirəm. Endirimi də ev sahibi ilə danışacaqsınız. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alanı da xeyir versin.